Salam əziz şagirdlər, bugün biz 6-cı sinif riyaziyyat dərsliyindən tam ədədlərin çıxılması mövzusuna aid olan tapşırıqların həllinə baxaq. Dərslərimizə baxıb bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, yeni yüklədiyimiz dərslər sizə çatmış olsun və baxaraq istifadə edə biləsiniz. Biz bilirik ki, deməli, bir ədəddən digərinə çıxmaq üçün azalanı çıxılanın əksi olan ədədlə toplamaq lazımdır. Məsələn, 5 çıxılsın -3. Biz bunu necə yazarıq? 5 üstə gələk 3 kimi yaza bilərik. 8 edər. 4 çıxaq 9-u. 4 üstə gələk -9 bərabər -5 edər. -7 çıxılsın 6 bərabərdir -7 üstə gələk -6 bərabər -13 edər. -6 üstə gələk 6 bərabər 0 edər. Bilirsiniz ki, əks ədədlərin cəmi 0-a bərabərdir. 6 çıxılsın -6 bu şəkildə olsa isə 6 üstə gələk 6 bərabər 12 edər. Bu tipdə misallar bu mövzuya aid tapşırıqların içərisində verilib. İndi biz dərslikdəki tapşırıqlara baxaq. Birinci tapşırığa baxaq. Toplama əməlindən istifadə etməklə fərqi tapın. Deməli, A variantda 4 - 6 yazılıb. Biz bunu necə yazarıq? 4 plus -6 kimi yazarıq və cavab -2 olar. B variantda -5 - 3. Bunu biz -5 plus -3 bərabər -8 kimi yaza bilərik. C varianta baxsaq, -1 çıxaq -5 bərabərdir -1 üstə gələk 5 bərabər 4 edər. D varianta baxsaq, 4 çıxaq -5 bərabərdir 4 üstə gələk 5 9 edər. E varianta baxsaq, 0 çıxaq 3 o da bərabərdir 0 üstə gələk -3 bərabər -3 edər. F varianta baxsaq, 1 minus -7 bu da 1 üstə gələk 7 bərabər 8 edər. -6 minus -6 buradan -6 üstə gələk 6 bərabər 0 edər. H variantına baxsaq, -8 çıxaq 4 bərabərdir -8 üstə gələk -4 bərabər -12. I variantına baxsaq, 4 minus 10 da bərabərdir 4 üstə gələk -10 bərabər -6 edər. J variantına baxsaq, -12 minus 2 -12 plus -2 bərabər -14 edər. İkinci tapşırığa baxaq. Təsvirə əsasən çıxmaya aid misallar yazaq və boş xanalara uyğun ədəd yazaq. A variantında -3 minus görürük ki, burada boş xana verilib və cavab -7'dir. Deməli, burada -3'ü 4 vahid sola çəkib. Ona görə burada bir çıxaq 4 yazarıq və nəticə -7 olar. B varianta baxsaq, -12 deməli çıxılsın -2 yaza bilərik boş xanaya -10 olması üçün. C variantda isə deməli 2 çıxılsın 3 vahid sola getdiyinə görə yazarıq 2 minus 3 bərabər -1 olar.
Baxaq üçüncü tapşırığa. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın. A variantına baxaq. A variant üçün m bərabər -2-dir. Biz m-in -2 qiymətindən istifadə edərək verilmiş ifadələrin qiymətini tapaq. M çıxaq 4-ü, m üstə gələk -4 kimi yazarıq və m-in verilmiş qiymətini yerinə yazsaq -6 alarıq. Baxaq deməli ikinci ifadəyə. 5 minus m bərabərdir 5 üstə gələk -m. Bu da bərabərdir 5 üstə gələk m-in yerinə -2 yazsaq bu şəkildə olar. -2 bu da bərabərdir 5 üstə gələk 2 7 edər. Baxaq üçüncü ifadəyə. -3 bunları burada belə nömrələyək, qarışıq düşməsin. Deməli -3 çıxaq m bərabərdir -3 üstə gələk -m. Bu da bərabər m-in yerinə -2 yazsaq -3 üstə gələk 2 bərabər -1 olar. Dördüncüyə baxsaq 1 çıxaq -m. Bu da bərabərdir 1 üstə gələk m. 1 üstə gələk -2 bərabər -1 edər. Baxaq B variantına. B variantda C bərabər 4'dür. C'nin 4 qiymətini ifadelərdə yerinə yazsaq, -7 minus C biz belə yaza bilərik. -7 üstə gələk -C da bərabərdir -7 üstə gələk -4 bərabər -11. İkinci misala baxaq. -2 minus -C bərabərdir 2 plus C. O da 2 plus 4 eder. Cavab 6. Üçüncü ifadəyə baxsaq, -6 minus C bərabərdir -6 plus -C. O da -6 plus -4. Cavab -10'dur. Dördüncü tapşırığa baxsaq, -C minus -8 bərabərdir -4. C'nin yerinə 4 yazsaq, üstə gələk 8. Bu da bərabər 4 edər. Baxaq dördüncü tapşırığa. Tənlikləri həll edin. 3 minus x bərabər 5. X bərabərdir 3 minus 5. X bərabərdir -2. Tənliklərdən bir neçəsini yazaq. Asan, bəsit tənliklərdir. Qalanlarını özünüz həll edərsiniz. 10 çıxaq y bərabər -2. Buradan y bərabərdir 10 plus 2. Y bərabərdir 12. Məsələn, n üstə gələk 6 bərabər -1. N bərabərdir -1 minus 6. N bərabər -7 olar. Dördüncü, -9 minus b bərabər 1. B bərabər -9 minus 1. B bərabər -10. Asan tənliklərdir, sadə tənliklərdir.
Digərlərini siz bunlara baxaraq həll edərsiniz. Baxaq 5-ci tapşırığa. İfadənin qiymətini hesablayın. -2 üstəgələk 2 minus 4 bərabərdir. -2 üstəgələk -2 o da bərabər -4 edər. Mötərizə daxilindəki ifadənin qiyməti -2-dir və -2-ni verilmiş -2-nin üzərinə əlavə edirik. B varianta baxırıq. -9 plus -4 plus 5 bərabərdir. -9 üstəgələk 1 edər -8. C varianta baxaq. 5 üstəgələk -3 minus 2 bərabərdir 5 üstəgələk -5 bərabər 0. D varianta baxsaq 6 minus -1 üstəgələk 2 bərabərdir 6 üstəgələk 1 üstəgələk 2 bərabərdir 9. Y variantına baxaq. 5 minus -1 plus 3 bərabər olar 5 minus 2 o da bərabərdir 3. Baxaq F variantına. -5 minus 2 minus 1 üstəgələk 8 bərabərdir. -5 çıxaq -2 -7 edər və 1 ilə 8-in cəmi 9 bərabər -16. G variantına baxsaq -1 üstəgələk 9 minus 10 -8 minus 10 -18 edər. H variantına baxsaq -7 minus 1 plus 9 minus 2 bərabərdir. -7 minus 1'in üzərinə 9 gəlsək 12 çıxsaq 8 edər. Cavab oldu -15. Baxaq 6-cı tapşırığa. Müqayisə edin. A varianta baxaq. -5 minus -1 bu da bərabər olar -5 üstəgələk 1 bərabər -4. Aydın məsələdir ki, bu da -6-dan böyük olar. B variantına baxaq. -4 minus -4 bərabərdir -4 üstəgələk 4 0 edər. -4 minus 4 bərabərdir -8. 0 8'den büyük olduğuna göre 0 -8'den büyük olduğuna göre buradan alırıq ki deməli -4 minus -4 böyükdür -4 minus 4'den. Bu şekilde yazabilirik. C variantına baxaq. Modulda 1 minus 3. Modulda 1 minus 3'in qiyməti 1'dən 3'ü çıxsaq -2 edər. Modulda 2 -5 minus -5'də -5 üstəgələk 5 0 edər. Deməli 2 0'dan böyük olduğuna göre birinci ifadənin qiyməti böyükdür. Yəni 1 çıxılsın 3 modulda böyükdür -5 minus -5'dən. Baxaq D variantına.
Modulda -6 minus -10 beraber olar 6 üstə gələk 10, 16. 100 minus 101 beraber -1 olar. Buradan modulda -6 minus -10 böyük olar 100 minus 101. Baxaq Y variantına. 8 minus modulda -1 beraber 8 minus 1 7 olar. Modulda 8 minus -1 beraber modulda 8 plus 1 beraber 9 eder. 7 de 9'dan küçük olduğuna göre 8 minus modulda -1 küçükdür modulda 8 minus -1'in modulundan. Baxaq F variantına. Mənfi modulda -5 plus 1 beraberdir mənfi modulda -4 beraberdir -4. Mənfi modulda -5 plus 1 beraberdir -5 plus 1 beraber -4. Bu ifadelerin kıymetleri ise beraberdir. Ona göre yazaq ki modulda -5 plus 1 beraberdir. Mənfi modulda -5 plus 1. 7 nömrəli tapşırığa baxaq. İfadenin qiymətini əlverişli üsulla hesablayın. A variantına baxaq. -2 minus 3 minus 5 plus 3. Biz bilirik ki əksəriyyətlərin cəmi sıfıra bərabərdir. Və buradan -2 ilə -2 minus 3 -2 minus 5 minus ya da plus yazaq, bu şəkildə yazaq. -3 plus 3 yazaq. -3 ilə 3'ün cəmi 0 eder. Və -2 çıxaq -5 -7 eder. Bu da beraber olar -7'ye. B variantına baxaq. 6 çıxaq 4 çıxaq 1 plus 4 minus 6. Buradan -4 və 4 əksəriyyətlər 6 və -6 əksəriyyətlərdir. Belə yazaq ki 6 minus 6 üstə gələk -4 üstə gələk 4 çıxaq 1. Bu da deməli mötərizə daxil ifadələr 0 eder. Ona göre cavab oldu 1. -1. Deməli baxaq C variantına. -6 minus 7 plus 10 plus 7 minus 2. Deməli burada görürük ki qruplaşdırmasaq da əksəriyyətləri görürük. -7 və 7. Bunların bilirik ki cəmləri 0'a bərabərdir. Və alırıq -6 plus 10 minus 2. Buradan da -6 minus 2 plus 10 yazaq. Da beraberdir -8 plus 10 eder 2. Y variantına baxaq. -6 minus 4 plus 2 plus 4 plus 6 minus 1. Burada 6'lar əksəriyyətlərdir, 4'lər əksəriyyətlərdir. Yerdə qalır 2 minus 1, o da beraber 1 olar.
F variantına baxsaq, 2 minus 2 minus minus 3 minus 4 plus 5 plus 4 plus 3 plus 2 bərabərdir. 2'lər əks ədədlərdir, 3'lər əks ədədlərdir, 4'lər əks ədədlərdir. Yerdə qalır 5 üstə gələk 2 bərabər 7. Koordinat oxunda iki nöqtə arasındakı məsafə. Məsələn, tutaq ki, bu koordinat düz xəttidir, yəni ədəd oxudur. Və bunun üzərində iki nöqtə götürək. A nöqtəsinin koordinatı A, B nöqtəsinin koordinatı isə B olsun. Onda A və B məsafələri arasındakı məsafə onların uyğun koordinatlarının fərqinin moduluna bərabər olar. Bu şəkildə biz iki nöqtə arasındakı məsafəni hesablaya bilərik. 8-ci tapşırığa baxaq. Nöqtələrin koordinatlarını yazın. Bu koordinatlara əsasən iki nöqtə arasındakı məsafəni tapın. Deməli, A variantda A nöqtəsinin koordinatı -8, B nöqtəsinin koordinatı isə -4'dür. O zaman AB nöqtələr arasındakı məsafə -8 minus -4. O da bərabərdir -8 üstə gələk 4. Bərabər modulda -4. Bu da 4 edər. Baxaq B variantına. C'nin koordinatı -6. D'nin koordinatı isə 2'dir. Və CD parçasının uzunluğu bərabər olar -6 minus 2. O da bərabər -8 bərabər 8 olar. C variantına baxaq. Y'nin koordinatı -3. F'in koordinatı 9'dur. Və buradan YF bərabərdir -3 minus 9 bərabər -12. Bu da 12 edər. Baxaq 9-cu tapşırığa. Koordinat oxunda verilmiş nöqtələr arasındakı məsafəni tapın. Oxşar misaldır. AB bərabər olar modulda -2 minus -8. O da -2 üstə gələk 8 6. O da bərabər 6 edər. B variantına baxsaq, CD bərabərdir -5 minus 5 bərabər -10. O da 10 edər. Yəni CD nöqtələr arasındakı məsafə 10'dur. C varianta baxsaq, YF bərabərdir 0 minus -6. O da bərabərdir 6. Yəni 0 üstə gələk 6, 6 edər. 6'nın da modulu 6'dır. D variantına baxaq. GH bərabərdir 1 minus -3 bərabərdir 1 üstə gələk 3. O da 4'ün modulu edər. Cavab olar 4. 10-cu misala baxaq. Kimin fikri doğru deyil? A2, B6 olduqda yoxlayın. Baxaq Səbinənin fikrinə. -A üstə gələk B bərabərdir B minus A. Bu fikir doğrudur. Buna doğru yazaq. Verilən qiymətlər üçün yoxlasaq, -2 üstə 6 bərabər 6 çıxaq 2. Doğrudan da -2'nin üstünə 6 da gələndə 4 edər. 4 edər. 6'dan 2 çıxdıqda da 4 edər. Yəni
Səbnənin fikri doğrudur. Keçək ikinci. Elxan. Mənfi A minus B bərabərdir mənfi A minus B. Elxanın fikri yanlışdır. Qiymətləri qoyub yoxlasaq, mənfi 2 minus 6 bərabər mənfi 2 plus mənfi 6 bərabər mənfi 8 olar. Sol tərəfin ifadənin bərabərliyin sol tərəfinin qiyməti mənfi 8 edər. Sağ tərəfə baxsaq, mənfi A çıx B yerinə yazsaq, deməli mənfi 2 minus 6 bərabər mənfi mötərizədə mənfi 4, o da 4 edər. Görürsünüz ki, deməli sol tərəf sağdan fərqli qiymət alır. Baxaq Aynurun fikrinə. Aynur deməli söyləyir ki, mənfi A minus B bərabərdir mənfi A plus B. Bu doğrudur. Yoxlamasını etsək, mənfi 2 minus 6 bərabərdir mənfi 2. Üstə gələk, deməli, mənfi 2 üstə gələk mənfi 6 bərabər mənfi 8. Sol tərəfi, sağ tərəfə baxsaq, 2 üstə gələk 6 bərabər mənfi 8. Sağ və sol tərəflər bərabər olduğundan Aynurun da fikri doğrudur. Baxaq 11-ci tapşırığa. Vulkan ocağı dəniz səviyyəsindən 3 kilometr dərinlikdə, onun zirvəsi isə dəniz səviyyəsində 5 kilometr hündürlükdədir. Birinci sual. Vulkan ocağının və vulkan zirvəsinin yerini mənfi və müsbət ədədlərlə ifadə edin. Deməli, vulkan ocağının yeri mənfi 3. Mənfi 3 ilə işarə edə bilərik, ifadə edə bilərik. Burada mötərizədə yazaq vulkan. Deməli, ocağı. Vulkan zirvəsini isə plus 5 ilə ifadə edə bilərik. Vulkan zirvəsi. Baxaq ikinci suala. Vulkanın zirvəsi və vulkan ocağı arasındakı məsafə nə qədərdir? Bunun üçün 5-dən çıxırıq mənfi 3-ü. O da bərabər 5 üstə gələk 3, 8 kilometr edər. 12-ci məsələyə baxaq. Buz kamerasının temperaturu mənfi 16 dərəcədən mənfi 24 dərəcəyə dəyişdi. Buz kamerasının temperaturu artdı, yoxsa azaldı? Buz kamerasının temperaturu mənfi dərəcə, çünki buzluqda soyuq daha çox olduqca, yəni soyuq artır. Deməli, ikinci sual, kameranın temperaturu nə qədər dəyişdi? Deməli, biz mənfi 24 minus mənfi 16 bərabərdir mənfi 24 üstə 16 bərabər mənfi 8 dərəcə Selsi. Yəni, soyuq daha 8 dərəcə artdı. Soyuq 8 dərəcə Selsi daha artdı. Əslində, yəni soyuq azalıb da, soyuq daha çox olub bu mənada. Şaxtalı, elə bil, buzluğun şaxtalığı, soyuqluğu daha çox alıb.
Bununla deməli biz tam ədədlərin çıxılmasına aid tapşırıqlara baxdıq. Hələlik sağ olun, növbəti dərslərimizdə görüşənə qədər.